Bir neçə dənə video çəkdim, malyarkamız bir neçə nəfər bəyəndi, belə deyim. İstədim bir daha çəkim, bu malyarkadır, oradan yəni tozu falan çıxardır. Bu karyollarımızdır, yəni sırf kraska üçün də. Malyarlıq üçün ideal bir yerdir. Bizdə bir nüansı var, onu da deyim, yer, su olsa daha ideal olar, toz qalxmaz. Amma biz burada maşın kraskalamırıq, yəni bizə bu da yetərlidir. Çalışırıq səliqəli işimiz çıxsın. Gördüyünüz kimi bu ağ deyil, bu hələ antipasdır. Bunun üstündən təzədən qara rəng vurulur, onun da üstündən lak vurulur. Bu da onun üstləri. Hər cürə rəngi var. Yəni ağ, mərmər, qara mərmər, ağ mərmər, şüşə, ağ şüşə, karişli şüşə, nə rəng istəsə şüşəmiz var. Şüşələr buradadır. Birdən o birisi videolar əgər qabağınıza çıxmırsa, bu ağ mərmərdir. Çıxmırsa ona görə hər videoda çalışıram görsədim. Karişli şüşə ölçülər də, hər ölçüdə. Bir də qalınlıqlar, hər qalınlığında gördüyünüz kimi, yəni nazik, qalın, qiymətə uyğun. Bax, görürsünüz də. Bu biraz nazikdir, bu biraz qalındır, qara şüşələrdir. İstəyən olsa şərhə bir şey, plus və yaxud nəsə yazsın, qiymətlə bağlı. Haftalık onda qiymət biraz ucuz olur. Mağazin qiymətindən daha ucuz.